Deməli, uşaqlar, Azərbaycan geosiklinal ərazidə yerləşdiyinə görə, burada arxey və proterozoy erasının süxurlarına rast gəlinmir. Ancaq paleozoyun, mezozoyun və kaynozoyun süxurlarına rast gəlinir. İndi gəlin ayrı-ayrılıqda baxaq görək harda hansı süxurlar var. Ən qədim süxurlar Azərbaycanda, bax buradadır, alt paleozoyda. Ümumiyyətlə paleozoyun dövrlərinə baxaq. Kembri, Ordovik, Silur, Devon, daş kömür, Perim. Üçünə alt paleozoy deyirik. Digər üçünə isə üst paleozoy süxurları. Alt paleozoy süxurlarına rast gəlinir bu hissədə. Bura Zəyəmçay, Tovuzçay hissəsidir Kiçik Qafqazın. Baxın, burada bax Zəyəmçay yazılıb burada. Ən qədim süxurlar bax Pızı alt paleozoy deməkdir. Burada süxurların dövrləri, eraları yazılıbdır. Bu tərəfdə isə yayıldığı ərazilər göstərilibdir. Alt paleozoy Pızı hərfləri ilə göstərilibdir və Zəyəmçay, Tovuzçay bölgəsindədir. Üst paleozoy süxurları isə görürsünüz Kiçik Qafqaz ərazisidir. Bura Kiçik Qafqaz qalxmasıdır Naxçıvanda. Burada da üst paleozoy süxurlarına rast gəlinir. Baxın, P hərfi ilə verilibdir. Burada, bu hissədə. Sonra keçirik Mezozoya, Trias, Yura, Təbaşir dövrünün süxurlarına. Trias dövrünün süxurlarına yalnız burada Dərələyə silsiləsində rast gəlinir. Triası da veriblər T hərfi ilə. Baxın burada Trias çöküntüləri. Sonra keçirik Yura dövrünün süxurlarına. Yura dövrü, baxın burada Böyük Qafqaz, burada isə Kiçik Qafqazın yüksək dağlıq əraziləridir. Burada Mezozoyun dövrlərini Trias, Yura, Təbaşir olaraq götürsək və Yuranı J hərfi ilə bənövşəyi rəngdə. Baxın, bax bu ərazilər Böyük Qafqaz, burada isə Kiçik Qafqaz dağlarıdır. Burada Yura dövrünün süxurları yayılıbdır. İndi keçək Təbaşirə. Təbaşir süxurları həmçinin görürük buradan ki, deməli, həm Naxçıvanda rast gəlinir. Talış bölgəsində də kiçik bir ərazidə yayılıbdır. Eyni zamanda da deməli, Böyük və Kiçik Qafqaz dağlarında, baxın burada Böyük və Kiçik Qafqazda rast gəlinir. Deməli, deyirik ki, bura Abşerondur. Abşeronun qərbində, Böyük Qafqazın şimal-şərq, cənub-şərq ətəklərində, cənub ətəklərində, bir də Kiçik Qafqaz ərazilərində rast gəlindir. Bir də təkrarlayaq Trias dövrünün süxurların. Deməli, birinci Triasın, Mezozoyun süxurlarını təkrarlayaq. Birinci başlayaq Triasdan. Trias dedik ki, ancaq Naxçıvandadır. Sonra Yura dövrü Böyük Qafqaz, Kiçik Qafqazın yüksək dağlıq hissəsi. Təbaşir dövrü isə yenə Böyük Qafqazın, Kiçik Qafqazın orta dağlıq ərazilərində rast gəlinir. Təbaşir və Yura. Yura və Təbaşir dövrünün süxurları, Təbaşir və Yura dövrünün süxurları bax bu ərazilərdə rast gəlinir. Sonra keçək indi baxaq ki, Kaynozoy dövrünün süxurlarına nəzər salsın. Kaynozoyun dövrləri hansılar idi? Paleogen, Neogen, Antropogen, yəni 4-cü dövr. Paleogen süxurları deməli, baxaq ki, verilibdir P hərfi ilə və tünd qəhvəyi. Ən çox burada Talış bölgəsində, sonra Naxçıvan ərazilərindədir. Daha sonra paleogen süxurlarına rast gəlirik. Deməli, burada baxın Şahdağ silsiləsidir, Şərqi Göyçədir, sonra Böyük Qafqazın cənub-şərq ətəkləridir. Burada Abşeronun qərb hissəsidir. Sonra baxdıq Neogen süxurlarına baxsaq, deməli, Neogen süxurları da həmçinin Naxçıvanda, Talışda, Qarabağ vulkan yaylasında da var az da olsa. Sonra Ceyran çöldə, Acınohurda, sonra Böyük Qafqazın cənub-şərq ətəklərində, Abşeron Qobustan ərazisində, Qusar Mayli düzənliyində, buralarda Kür-Araz ovalığında yayılmışdı. Sonra keçirik Antropogen süxurlara. Burada görürük ki, deməli, Samur Dəvəçi ovalığıdır, Abşeron Qobustandır, burada Lənkəran ovalığıdır, Kür-Araz ovalığıdır, Gəncə Qazaq düzüdür. Sonra burada Naxçıvanın Arazboyu düzənlikləridir, Qarabağ vulkan yaylasıdır. Qarabağ vulkan yaylasında vulkan püskürmələri 4-cü dövrdə olubdur və burada onun süxurları yayılıbdır. Deməli, ən çox Azərbaycanda hansı dövrün süxurları oldu? Hansı eranın? Kaynozoyun era olaraq, dövr olaraq isə 4-cü dövrün süxurları baxın ən çox ərazidə yerləşibdir.
Aha, gəlin indi buradan baxaq. Deməli, bax, bu N hərfi ilə verilən, daha doğrusu Q hərfi ilə verilən 4-cü dövrün süxurlarıdır. Ən böyük ərazini əhatə eləyir. Dedik, burada Kür-Araz ovalığıdır. Burada hansı düzənliklər var idi? Mil, Muğan, Salyan, Cənub-Şərqi Şirvan idi. Sonra burada Lənkəran idi. Bu tərəfdə Gəncə Qazaq idi. Qarabağ düzü idi. Burada deməli Qanıq Əyri çay idi. Burada Qusarmaylı düzənliyi. Sonra burada Samur Dəvəçi ovalığı var idi. Burada Şollar düzü. Sonra bu ərazilərdə Abşeron Qobustan bölgəsi, bunların hamısında bu Q hərfi yazılan bütün ərazilərdə Kaynozoyun 4-cü dövrünün süxurları yayılıbdır. Kaynozoyun dövrləri hansıları idi? Paleogen, Neogen, Antropogen. Paleogendə isə ən çox Paleogen deyən kimi ağla gələn ərazilər Talış bölgəsidir. Bir də Naxçıvan ən çox buradadır. Belə bir dənə mən Pilus işarəsi çəksəm, bu şəkildə Pilus çəksəm, bu xətt çəkdiyim yerə, bu şəkildə xətt çəkdiyim yerə baxsaq, Neogenin süxurlarını görərik. Buradadır Neogen süxurları. Buradadır, üzü aşağı gələndə. Bir də belə Pilus çəkəndə buradadır Neogen. Bax, burada N hərfini görürsünüz də. Bu ərazilərdə həmçinin, bura qədər. Belə bu istiqamətdə Neogen süxurlarıdır. Paleogeni dedik, Neogeni dedik. Bu qalan açıq rəngdə olan bütün ərazilərdə isə Antropogen süxurlardır. Ən qədim süxurlar harada oldu? Bir də başdan deyək. Ən qədim süxurlar ZMCI Əsrik çay bölgəsində. Bu alt paleozoy süxurlarıdır. Üst paleozoy süxurları isə burada oldu. Baxın, P hərfi yazılan Dərələyəz silsiləsində. Sonra Trias və Yura Təbaşir dövrünün süxurları gəlir. Trias görürsünüz burada. Bu hissədə Triasın işarəsi T hərfi idi və ancaq burada rast gəlinirdi. Naxçıvanda, Dərələyəzdə. Yura və Təbaşir isə J ilə K-dır da, Yura Təbaşir. Böyük Qafqazın və Kiçik Qafqazın hündür və alçaq dağlıq ərazilərindədir. Bunu da dedik, bitirdik. Sonra keçəndə Kaynozoya, bir daha deyirəm. Kaynozoyun dövrləri Paleogen, Neogen, Antropogen. Paleogen deyən kimi Naxçıvanla Talış gəlir ağla. Bir də bu hissələrdə də P hərfi var, görürük. Böyük Qafqazın cənub-şərq ətəkləridir. Paleogen deyəndə bura ağla gəlir. Eyni zamanda, baxın, burada daha rahat verilibdir. Deməli, Şahdağ, Şərqi Göyçə silsilələri Qarabağ vulkan yaylasında da var. Amma Qarabağ vulkan yaylasında ən çox 4-cü dövrün süxurlarıdır. Sonra Paleogendə var Qobustan, Abşeron bölgəsi. Kür-Araz ovalığında da az da olsa var. Biraz da Qusarmaylı düzənliyində var. Sonra isə Paleogeni dedik, Neogen süxurlar, deməli Pilus işarəsi qoyduğumuz ərazilərdə idi. Bura haradır? Ceyrançöl, Acınohur, sonra Qusarmaylı düzənliyi, sonra Böyük Qafqazın cənub-şərq ətəkləri. Ən çox Neogen süxurlar testdə düşən odur ki, deməli Ceyrançöl, Acınohur düzənliklərindədir. Əksər ərazilərdə, əksər düzənliklərdə isə nə görürük? 4-cü dövrün süxurlarını görürük.